Salam əziz müdavimlər, xoş gördük sizi. Yəni mən izahıma ilk öncə sizi yoxlamaq üçün izahdan başlayıram. Amma dərsin içərilərində, ortalarında sizə biraz bəzi bir-iki söz deyəcəm. Ona görə məni diqqətlə dinləyin. Yox dərsini mən sizə izahını verirəm, hansı ki bu çoxuna qəliz gəlir. Amma mən sizə bu dərsi maksimum bu günlərim 5 dəqiqə ərzində izah edəcəm və bilirəm ki, heç kimin bir şübhəsi qalmayacaq ki, həmin bu dərsi bilmirəm. Yox qəzəsi bizdə əvvəlcə izah verirəm. Danla qayıdıb biz sizdən bunun 1-2 testini işləyəcəyik. Mən sizə onu göstərəcəm, siz də işləyəcəksiniz. İlk öncə bunu bildirim ki, ruh qəzəsi bizdə ikiyə bölünür. Yəni insan tiplərini onun aldığı enerjiyə görə ikiyə bölmüşdür. Bunun birincisi ekstravertlərdir, ikincisi isə introvertlərdir. Yəni mən burada sizə dərsin artıq ən özəyin demək istəyirəm də, daha yuxarıda terminlərə girməyəcəm. Ekstravertlərdir, biri introvertlərdir. Ekstravertlər bizdə onsuz da əvvəlkilərdən bilirsiniz ki, bunlar qrup işində işləməyi sevən, ünsiyyətcil, müzakirəyə qoşulmağı sevən. Sinifə girdiyi zaman, bax bu bizim də bu sualımızdır. Sinifə girdiyi zaman sinifdəki hər bir abu-havaya bir baxışıyla yəni artıq anlayır ki, nə baş veribdir. Yəni bu insan o qədər diqqətli insandır ki, sinifə girəndə, uşaqların üzünə baxanda, bir müəllimin səs təmirindən belə bilir ki, o sinifdə nə baş verib, necə bir sinifdir, yaxşıdırmı, sinif şəndimi? Çünki bu insan daima öz yoldaşlarına qarşı yəni hamıya fikir bildirib, hamıdan ünsiyyətli olub və artıq onların halını anlayır ki, necədir sinif miydi? Bugün qəmgindilərmi? Bugün keyfləri varmı, yoxmu? Və yaxud da bugün bir saatçısı olubmu kimizin həyatında? Artıq baxanda bir insana baxanda onun qəmgin ya da sevinçli olduğunu anlaya bilir. Çünki niyə o ünsiyyət qrubu o insanla? Bu bizim qəbul sualımız. Bu yaxud da dedim sizə, sinifə girəndə artıq haldan xəbərdar olur. Ünsiyyətçil, şən, əlaqəyə qurmağı, müzakirəyə qoşulmağı, layihə işlərində işləməyi sevən, öz fikrini bildirən, amma mənfi cəhəti isə tələskin olmağıdır bunların. Bu bizim ekstravertlərimizdir. Introvertlər isə bizdə kimlərdir? Bunlar baxın, demirik özdə qapanıq insanlardır. Çoxuna yanlış yeri burasındadır. Özdə qapanıq deyil bunlar. Onlar sadəcə fikirlərini bölüşməyi sevmirlər. Bunların mənfi cəhəti birincisi buradadır ki, uzun müddət düşünürlər. Çünki qərarlarını özləri verirlər. Amma bəzi cəhətlər də var ki, bunlar yəni tək işləməyi sevirlər. Fərd daxili intellektləri daha yüksəkdir. Özlərinlə bağlı özləri ötürü götür qoy edirlər, ölçürlər, biçirlər və istəyirlər ki, yəni tək işləsinlər. Ən çox bunu sevirlər. Və yaxud bunların dostu yoxu demirik, dostları var. Sadəcə dostlarını da özləri seçirlər. Yəni çox uzun bir zamandan sonra bir dost seçə bilərlər özlərinə. Amma əsla biz bunları mənfi, qaraqabaq insanlar kimi götürmürük. Yəni introvertlər özləri qərar verəcəklər bunlar da. Bir də yox nəzəriyyəsi bizdə iki yerə bölünürdü. Biri qavrama, bir də qərar vermə. Siz əvvəlcə qavrama ilə qərar vermənin nə olduğunu anlamalısınız. Qavrama ilə qərar vermənin necə olduğunu tapsanız, sosial asan olacaq hər şey. Qavrama bizə nədir? Qavrama bizdə dərsdən, tapşırıqdan, mövzu ilə bağlıdır. Yəni sən o dərsi başa düşməlisən ki, qavramalısan ki, onunla bağlı fikir bildirəsən. Sən o testi oxuyub anlamalısan ki, o testlə bağlı öz fikir deyəsən. Sən o problemi dərk eləməlisən ki, problemin həllinə bağlı fikir irəli sürəsən. Problemin həlli ilə bağlı fikir irəli sürmək qavramaya aiddir. Amma problemlə bağlı hər hansısa bir qərar vermək tipsi bunu edirik, o isə qərar verməyə aiddir. Qavrama nədən çox dərs, tapşırıq, test, mövzu. Yəni sən cümlə içərisində görəcəksən ki, bu uşaq tapşırıq işləyir. Bu uşaq mövzu ilə bağlı bir söz deyib. Bu uşaq tapşırıqla bağlı bir söz deyib. Bu şagird hər hansısa bir problemlə bağlı elə qavrayıb bir söz deyib. Qərar verib ha. Problemlə bağlı bir söz deyib ki, hə bu belə olubdu. Bu bizim qavramamıza aiddir. Qərar vermək isə insanın hər hansısa bir gəzməkdən bağlı, alacağı paltardan bağlı, problemin həlli ilə bağlı verdiyi qərardır. Yəni əvvəlcə bunu bildik. Və bir də bizim var qavramanın özü mərhələləri var. Qavraman mərhələləri duyğu və intuisiyaya aiddir. Qavraman iki dənə mərhələsi var, duyğu və intuisiya. Əvvəlcə qoy mən bura elə sizə yazım bunu ekrandaca. Birincisi oldu, yox əzəlisi dedik ki, qavram. Qavram özü iki yerə bölündü. Xəttim bilirəm bərbatdır. Birincisi duyğudur, ikincisi isə intuisiyaya aiddir. Duyğu nədir bizdə? Duyğu bizdə budur ki, insan burada faktdan qərar verir, sübutdan qərar verir. Keçmişdə başına gələn hadisə ilə qərar verirsən, bunu artıq cavabdehsən ki, bu belə olacaq mütləq dərəcədə. Duyğunu əgər idrak təhsili bilirsinizsə, idraki tətbiq eləməyi. Keçmiş zamanda olanlar, bir də insanın hər hansısa bir, belə deyim də, gözündən görüb, qulağınla eşidib, özünün real sübutunla dediyi sözlər duyğuya aiddir. İntuisiya isə yaradıcı təfəkkürlə bağlıdır, gələcək zamanla bağlıdır. Bir də bunları bildiz kifayətdir. Keçmiş zaman isə duyğudur, tətbiq eləmək isə duyğudur, praktik təfəkkürdür isə duyğudur. Amma intuisiya isə yaradıcı təfəkkürdür, yaradıcılıqdır və biri gələcək zamanla bağlıdır. Və sən bilmirsən necə olacaq. Sadəcə gələcəklə bağlı fikir bildirirsən və ən çox dəstəyimiz də bunun üzərində düşür. Heç yerdə olmayan bir şeyi demək, heç vaxt etmədiyi bir şeyi etmək bizdə intuisiya ilə bağlı eləməkdir. Yəni sən fərqli bir şey tapmısan bura, intuisiya aiddir. Qərar vermək isə bizdə iki yerə ayrılırdı.
Yəni siz bu 18 mərhələsində əzbərləməyə məcbur deyilsiniz. Bir də bunu bilsəniz, istəyirsiniz yoğun testləri işləyib həll edə bilərsiniz. Qərar vermə isə bir də ikiyə ayrılır yenə. Bunun birincisi hiss etmədir, ikincisi isə düşünmədir. Yəni fərqi yoxdur, yerini dəyişə deyə bilərik, fərqi yoxdur. Düşünmə nədir bizdə? Mən bu da yenə faktdan düşündüm. Baxın, mən burada bir dənə faktdan, sübutdan və ən çox da öz hisslərimi düşünüb qərar verirəm. Aydındır, düşünmə bizdə budur. Mən burada başqasının dediyi söz, başqasının çəkdiyi acı, başqasının məyus olmağı, davadaş problem lazım deyil. Mən bu qərarımı özüm verirəm. Düşünürəm faktdan ki, mənim üçün bu xeyirlidir. Özüm verirəm, özüm sübutla, faktla qərar verirəm özüm üçün. Ancaq özüm düşünürəm. Düşünməyə aiddir. Hiss etmək isə mən burada verdiyim qərarda, yəni ola bilər ki, dərk edirəm ki, ola bilər ki, səhv qərar verirəm də. Amma məndən deyirəm ki, qoy konflikt, xaos, səs-küy, problem olmasın. Mən burada başqalarını da düşünürəm. Empati quraraq o qərarı verirəm. Ta ki, mən bilirəm ki, o şeyi mən ürəyim istəmir də. Amma mən orada başqalarını düşünürəm və o cür qərar verirəm. O da bizim hiss edərək verdiyimiz qərarımıza aiddir. Bax, bunları bildiniz kifayətdir. Qavrama dərsin tapşırıqdan bağlıdır, dərs tapşırıq mövzuna bağlıdır. Amma qərar vermək isə orada dərs tapşırıq mövzu bir şeylər yoxdur. Yəni mən burada hər hansı bir şeyi qavrayaraq ki, mən bunu edirəm də, bax bununla bağlıdır. İndi baxaq biz sizdən hər hansı bir sualımıza. Belə bir sual, hələ ki bu bizim aşağı səviyyədə olan testimizdir. Başlayalım sualımıza. Zaur yeni ideyalar yaratmağa zövq alırdı. O fərqli ehtimallar qurur, alternativ yollar düşünür, dəyişiklik ona motivasiya edir, eyni işi təkrar etməkdən sıxılırdı, yaradıcı düşünmə üstün təşkil edirdi. Baxın, biz burada Zaur yeni bir ideya yaradırdı. Baxın, Zaur bir qərar vermir burada ki, mən bu, nə bilim, bu problemi bu yolla həll edirəm. Zaur burada qərar vermir ki, mən falan paltarı geyinirəm, falan yerə gedəcəyik və yaxud da hər hansı bir şey. Şagird burada o hər hansı bir o mövzunu qavrayıb ki, uşaq onunla bağlı ehtimallar qurur da. Mən o dərsi qavramasam, mən o dərsi başa düşməsəm, mən necə onunla bağlı ehtimal qura bilərəm ki? Mən o şeyi qavramışam ki, onunla bağlı fərqli yollar düşünürəm. Ona görə bizim bu qavramamız aiddir. Həmçinin Zauru dəyişiklik motivasiya edir. Deməli, Zaur həm də necə insandır, həm də ekstravert insandır. Biz əvvəlcə bu tapdıq ki, ekstravertdir, qavrama mərhələsinə aiddir. Və bir də baxırıq ki, yaradıcılıq üslubu təşkil edir bunda, eyni işi təkrar-təkrar etməkdən sıxılır. Aydındır? İndi bu zaurda nə var? Həmçinin bizim bu zaurlarda, uşağımızda yaradıcı düşünmək var. İntuisiya var. Yaradıcılıq intuisiya aiddir. Tətbiq eləmək, praktika isə duyğuya aiddir də bilirsiniz ki, cavabımız oldu A bəndi. Ekstravert və intuisiya bizim düzgün cavabımızdır. Çünki ekstravert nə deyir? Deyir, fərqli ehtimallar qurur, dəyişiklik onu motivasiya edir. Yəni bu ekstravert insana aiddir də, fərqli şeylər bilmək istəyir. Aydındır? Bu nəticə zövq alır bu insan. Ekstravert oldu, qavramaya aid oldu və intuisiyamız oldu. Növbəti sualımızda. Aydıncı dərsdə müəllimin izahını diqqətlə dinləyir. Əsas fikirləri qeyd edir. O konkret məlumatları yada saxlayır, bundan kifayətlənmir. Mövzunu gəzəkdə necə inkişaf edə biləcəyini düşünür, fərqli ehtimallar qurur. Qrup işlə tez-tez yeni ideya təklif edir, amma detallar bəzən gözdən qaçırır. Onun üçün əsas olan ümumi istiqaməti anlamaqdır. O tez-tez mövcud məlumat genişləndirərək fərqli yanaşma irəli sürür. Bu da isə baxan kimi görürük ki, bu insan bizdə nə edir? İzahı diqqətlə dinləyib, fikirləri qeyd eləyir, konkret məlumatları bilir, amma bundan kifayətlənmir. Nə istəyirmiş, yəni fərqli bir şeylər qurmaq istəyirmiş də, fərqli ehtimallar qurur, ideya təklif edir, yeni ideyalar. Və bu insan yəni yaradıcılığa aiddir də. Mən o dərsi qavramasam, mən o izahı qavramasam, izahdan bağlı fikir bildirə bilərəm. Deməli, baxırıq ki, bizim bu qavramağımıza aiddir. Qavramaya aiddirsə artıq, hiss etməklə bağlı, düşünməklə bağlı hər şey istəyirik. Bir də bizim burada yaradıcılığımızla bağlı hər şey. Yaradıcılıqda isə duyğu da istəyirik. Qaldı bizim nəyimiz? İntuisiya və elə ikinci hekayəsinə aiddir. Ekstravert və introvertimiz. Gəlin, indi siz müəyyənləşdirin. Siz yazın görək. Bu ikinci də Aytac adlı xanımımız introvert demə, ekstravert demə. B yoxsa C? Mən sizdə intuisiyanı, duyğunun nə olduğunu mən izah elədim, amma qalanını siz tapın. Duyğu keçmişdi, praktik tətbiq eləyirdi. Gələcək zaman isə yaradıcılıq isə intuisiyaya aid idi. Bir dənə də sola baxaq, ondan sonlandıraq. 10 dəqiqəmiz tamam olur artıq. Rəşad qərar verən zaman bütün məlumatları toparlayır. O variantları analiz edir. Ən məntiqlini seçməyə çalışır. Bəzən başqalarını dinləsə də qərarını daha çox obyektiv meyillərə əsaslandırır. Onun üçün düzgün nəticənin qurulması münasibətdən daha vacibdir. O qərarını əsaslandırarkən konkret arqumentlər gətirir. İndi bu insan nə edir? Görürük ki, bir qərar verməkdən bağlı. Yəni, bu da ancaq deyir qərarda. Baxın ki, o əslində normalda bizim belə qərar vermə mərhələsində çox vaxt özü qərar sözündə deyir. Qərar verməklə bağlıdır bizim bu. Çünki bilirik ki, bu bizim qərar verməyimizlə bağlıdırsa, biz qavramaya aid olan hər şeyi silirik. Yəni intuisiyanı sil. Duyğunu sil. Bunlar getdimi artıq? Variant bizim qaldı sanki əvvəllər 5 fantaziyasında qalmışdıqsa, indi qaldıq 3 fantaziyasında. Baxan kimi görürük ki, bu uşaq özü qərar verir. Bu uşağa başqalarının istədiyi ayaqsız deyil. Dinləyir, amma öz qərarını özü verir. Deməli, bu insan da artıq
Hiss etməyə dairəsində yoxdur da, düşünməyi var da. Çünki faktdan qərar verir. Həm də burada baxanda görürük ki, yəni özü verir qərarını, sərbəst verir qərarını, başqalarını düşünmür, müzakirəyə qoşulmur, emosional təsirdən uzaq olmağa çalışır. Yəni bu insan ünsiyyət qurmur da, o qədər də öz eləyir. Ona görə baxan kimi də bilirik ki, introvertdir. Introvertlər də çıxdığımızda, hani görürük ki, introvertdir. Ekstravertlər də çıxsaq, cavabımız qaldı A bəndi. Bundan bağlı bizə bu nəzəriyyəmizdir. İndi mən sizə bu postun altında bunun sözlərini yazacağam. Məncə baxıb anlayacaqsınız. Bir də təkrar vurğulayıram. Dərslə bağlıdırsa qavramadır. Bir problemin həlli ilə bağlı bir qərar veririksə, qərar vermədi. Qavrama test, dərs, izah, tapşırıqla bağlı olmalıdır. Duyğu keçmiş zamandır, praktiklikdir və bir də duyğuda nə var idi dedik? Tətbiq etmək var idi. İntuisiya isə yaradıcılıq və bir də ki, adı nə idi onu unutdum. Gələcək zamana aiddir. Qərar vermə də ikiyə bölündü. Düşünmə faktdandır, özü düşünür bir dənə ki, öz istədiyi olsun. Amma hiss etmədə isə başqalarının hisslərini anlayırdı. Bu da bizim nüqtəsinə bağlı izahımızdır. İnanıram ki, bir qəbul sualımız bu da var. Məncə sizə faydalı olacaq bir məlumat oldu. İkinci sualın cavabını qeyd etməyi unutmayın. Hətta mən sizə burada bir dənə də sual göstərirəm. Bunu da cavabını da qeyd edərsiniz. Aytaç hansı mərhələdə yazarsınız? Bayaq atmışdım sizə bu sualı. Bir də baxın belə. Lütfən kayda alın. Və Rəşad hansı mərhələdədir bunu tapdıq. Bəs o biri Rəşad hansı mərhələdə oldu? Rəşadın o birisisi. Və yaxud da Murad. İkisinə də baxarsınız. Və çalışın ki, bu tip testləri işləyəndə variantlara baxmayın. Yəni variantları özünüz təxmin etməyə çalışın.